Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Dağıstanın 17 elmi təşkilatı vahid institut tərkibinə birləşdirilə bilər. Restrukturizasiya barədə söhbət Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzində Federal Elmi Təşkilatlar Agentliyi rəhbərinin müavini Aleksandr Stepanovun iştirakı ilə keçmiş müşavirədə səslənib. Stepanov elmi potensialı zəif, xırda təşkilatların saxlanmasını səmərəsiz dəyərləndirib. Tədbirdə istehsalatda elmi yeniliklərə ehtiyac duyulduğu ətrafında da müzakirələr aparılıb. Mahaçqala şəhər Sovet rayonu rəhbəri vəzifəsinə Zaur bəy Vagidov təyin edilib. Şəhər meri Məhəmməd Süleymanov müdiriyyət əməkdaşlarına yeni rəhbəri şəxsən təqdim edib və onun əvvəllər çalışdığı sahələrdə keyfiyyətli işini qeyd edib. Xatırladırıq ki, Zaur bəy Vagidov Rusiya Federasiyası Ovçuluq və Balıqçılıq İttifaqı prezidentinin müavini vəzifəsində çalışıb. O, Dağıstan Respublikasının əməkdar hüquqşünası və sosioloji elmlər namizədidir. Cari il Dağıstanda məktəbə qədər təhsil müəssisələrinin inşasına 500 milyon rubla yaxın vəsait ayrılacaq ki, bunun 160 milyonu regional büdcə hesabına təmin ediləcək. Müvafiq məlumatı Respublikanın Maliyyə Naziri Əli İslamov şəffaf hakimiyyət layihəsi çərçivəsində keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir büdcənin mürəkkəbliyinə varmadan Respublikanın cari ilə üzərinə götürdüyü sosial vəzifələri tam yerinə yetirəcəyini qeyd edib. Respublika rəhbəri Ramazan Abdulətipov Dağıstan hökuməti sədrinin birinci müavini Anatoliy Karibovu uzun müddətli fədakar əməyə görə Dağıstan Respublikası qarşısında xidmətə görə ordeni ilə təltif edib. Anatoliy Şamsudinoviç Karibov 1955-ci il iyun ayının 2-də Mahaçqala şəhərində anadan olub. Dağıstan Dövlət Universitetində Xarici Dillər Fakültəsini bitirib, əmək fəaliyyətinə Hindistanın Bixilay şəhərində metallurgiya zavodunda tərcüməçi kimi başlayıb. Müxtəlif illərdə Dağıstanın Demokratik Gənclər İttifaqına rəhbərlik edib, Respublika hökumətində Gənclərlə İş və Turizm Komitəsi sədrinin müavini mədəniyyət və turizm sahəsində məsul vəzifələrdə çalışıb. 2013-cü ildən Anatoliy Karibov Respublika hökuməti sədrinin birinci müavinidir. Humanitar, elm, təhsil, idman, turizm, gənclər və informasiya siyasəti məsələləri üzrə təhkimçidir. Respublikanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən Dağıstan heyvandarları malqaranı qışlaqlardan yaylaqlara köçürməklə məşğuldur. Müvafiq sahəli işlərsə Respublika hökumətinin diqqətindən yayınmır. Baş nazir müavini Şərif Şərifov Babayurt rayonunun köç heyvandarlıq zonasında inspeksiya aparıb. Bütövlükdə yaylaqlara 1 milyon 700 min qoyun quzu köçürülür ki, onların da 270 minini nəqliyyat vasitəsilə daşımaq planlaşdırılıb. Qeyd etmək yerinə düşər ki, cari il hər heyvanın köçürülməsinə dövlət subsidiyası 60 rubl təşkil edir. İndinin özündə sürülərdə heyvanlar yoluxucu xəstəliklərə qarşı peyvənd edilir. Respublika Parlamentinin deputatları 51-ci may sesiyasının işinə yekun vurub. Xalq yığıncağının sədri Xizri Şıxsəyidov fraksiyalar tərəfindən qaldırılmış problemlərin aktuallığını vurğuladı. Burada xəstəxanaların dərmanla təchizatı, eləcə də kiçik və orta sahibkarlığın dəstəklənməsi nəzərdə tutulur. Əlil uşaqların reabilitasiyası, torpağa kadastr qiymətləri ilə bağlı anlaşılmazlıq, nəqliyyat vergisi ilə bağlı vəziyyət sesiya gedişində diqqət mərkəzində durub. Xizri Şıxsəyidov qeyd olunan məsələlər üzrə parlamentin profilli komitələrinə müvafiq göstərişlər verib. Diqqətinizə çatdırırıq ki, cari il iyun ayının 17-dən 21-nədək Mahaçqalada Rəsul Həmzəyatov adına Respublika Milli Kitabxanasında Zolota Rossiyi Mir Kamnya sərgisi keçiriləcək. Ekspozisiyanın təşkilatçısı kimi Respublika rəhbəri və hökuməti müdiriyyətinin dəstəkliyi ilə Dagestan Expo Respublika Sərgilər Mərkəzi çıxış edir. Xatırladırıq ki, hər il təşkil edilən bu ənənəvi sərgi Şimali Qafqaz regionunun zərgərlik şirkətlərinə yardım göstərməyə və istehlakçılarla birbaşa əlaqələri təmin etməyə imkan verir.
Cari il iyun ayının 5-dən 11-nədək Dağıstanda Rusiya regionlarının və Xəzər dənizi boyu dövlətlərin Xəzər Dostluq Sahilləridir başlıqlı 3-cü beynəlxalq Xalq Yaradıcılığı Festivalı keçiriləcək. Festival 2011-ci ildən Dağıstan Respublika rəhbərinin, Rusiya Federasiyasının, UNESCO-nun İşləri üzrə Komissiyasının, ölkənin və Respublika Mədəniyyət Nazirliklərinin və digər nüfuzlu təşkilatların bilavasitə dəstəkliyi ilə 2 ildə bir dəfə təşkil olunur. Bu dəfə festival Dərbəndin 2000 illiyinə Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin 100 və Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilir. Tədbirin təşkilində başlıca məqsəd bütün Xəzər boyu dövlətlərin mədəni əlaqələrini və müvafiq sahəli əməkdaşlığını genişləndirməkdir. Bu dəfə də İranın, Azərbaycanın, Qazaxıstanın və Rusiya regionlarının yaradıcı kollektivləri, ifaçıları, rəsmi nümayəndələri respublikamıza qonaq olacaqlar. İyun ayının 8-də Dərbənddə Narınqalada Xəzər Dostluq Sahilləridir festivalı çərçivəsində Çal Aşıq Xalq mahnısı bayramı keçəcək. Konsertdə Azərbaycan və İran respublikalarından aşıqlar, Qazaxıstandan Jastıq Xalq rəqs ansamblı və musiqiçi Nurlan Abdibəyev, Kalmıkiyadan Tülpan Dövlət mahnı və rəqs ansamblı, Həştərxan və Penza vilayətlərindən xalq yaradıcılığı ansamblları, respublikanın şəhər və rayonlarından xalq yaradıcılığı kollektivləri və ifaçılar çıxış edəcək. Siz xəbərlər buraxılışını dinlədiniz.